Hər vaxtınız xeyirli olsun, dəyərli tamaşaçılar. Haqqın Dərgahı verilişinin növbəti buraxılışında hər birinizi xoş gördük. Bu dəfəki verilişimizin adı Həqiqətdən Qaçış adlanır. Həmsöhbətim fəlsəfə üzrə fəlsəfə doktoru Müşfiq Şükürovdur. Müşfiq müəllim, xoş gördük. Quran-ı Kərimdə bəzi ayələrdə belə bir vurğu var. Deyilir ki, insanların çoxu inanmazlar, insanların çoxu üz döndərərlər. Sən əgər insanların çoxluğuna tabi olsan, səni haqdan yayındırarlar, azdıracaqlar. Bu bəlkə də insan təbiəti ilə bağlı bir məsələdir, bəlkə də cəmiyyətin təbiətində olan bir məsələdir. Həqiqətə yönəlmək, həqiqət yolunda sabit qədəm olmaq, hidayət yolunda sabit qədəm olmaq özü bir xüsusiyyətdir, qabiliyyətdir. Məhz bunda davamlı ola bilənlər, bunu bacara bilənlər o hədəfə çata bilirlər. Hər gün bir fikrə düşmək, başqa hədəflərin arxasınca qaçmaq insanı bu baxımdan bu yoldan, o yolçuluqdan məhrum edə bilər. Bax, mövzumuzu da bugün belə adlandırdıq, həqiqətdən qaçış. İnsan həqiqətdən niyə qaçır? Həqiqətlə üzləşməkdə niyə bu qədər tənbəl davranır? Doğrudan da Kövsər mənim çox ağrılı bir sualdır. Bu həqiqətən insanın təbiətinə toxunan məsələdir ki, Allah deyir, insanların çoxusu bilmir. Və sən insanların çoxsunun arxasınca getsən, onlar səni azdıracaqlar və insanların çoxsunu da cəhənnəmə dolduracam. Çox ağır bir şeydir. O sual ki, mələklər Allaha vermişdilər ki, sən yer üzündə baş kəsən, fitnə fəsad törədən birisini mi canişin eləyirsən? Allah dedi ki, mən biləni siz bilmirsiniz. Bu elə məncə o sualın cavabıdır. Bu nədir ki, insanların çox azı həqiqətə gedəcək, İbrahim tipli adamlar. Və İbrahimin üzərindən Allah bizə hansı tip insan onu gəlib axtarıb tapacaq, hansı tip adamı o dəstəkləyir, onu göstərir. Bu tip adam dürüst olmalıdır. Atalar vuran yıxan oğlu sevərlər. Həmişə, məsələn, bizdə Kitabi-Dədə Qorqudda da bu aksentləri var. Yəni ki, qədim türklər, məsələn, nə cür oğulları sevərdilər. Çox qazanan oğulları sevərik. Amma Allah isə səmimi şəkildə həqiqəti axtaran oğulları sevdiyini göstərir. Məsələn, o peyğəmbərlərin xarakteristikalarını verəndə bir-iki detallar Quranda altını cızır ki, məsələn, o səmimi idi, o dürüst idi, o doğruçu idi, ədalətli idi. Bu keyfiyyətlər ki, biz həyatda bəzən bizə elə gəlir ki, yaşamağa mane olar bizim uşaqlarımıza da, həyatda uğur qazanmağa mane ola bilər. Allahın səltənətində əsl uğur qazanan keyfiyyətlər olardı. Təəssüf ki, bunu da 21-ci əsrdə, elə 20-ci əsrdə də ən aktual məsələ deyildi. O ipucuları ki, bizi Allaha gətirib çıxarmalı idi, qəlbin sıxıntısı məsələ. Allah da deyir, Allahın zikri ilə insanlar hüzur tapırlar. Qəlblər Allahın zikri ilə rahatlıq tapar. Bəli, və o rahatlığa, o hüzura insan yönəlmək əvəzinə insan getdi, əyləncəyə yönəldi. Elm ona nə komfort verdisə, onlara yönəldi və insanların neçə min illik mənəvi can atımlarının yolu dəyişdi. Dərvişlər var idi bu coğrafiyada, sufilər var idi, bu söhbətlər uşaqlara danışırdılar, nağıllar vasitəsilə analar, atalar, balalarına bunu danışırdılar. Bir proqram yaranırdı ki, mən də böyüyəcəm, Məlik Məmməd kimi o qızıl almanı axtaracam. Nədir o qızıl alma? O həqiqətdir. İndi elə bir fəlsəfi daş axtarmaq ki, nağıllarda olurdu, iksir axtarmaq, həqiqət axtarmaq kimi bir ideya yoxdur. İdeya karyera ideyasıdır və müasir adam ona görə həqiqəti heç axtarmır da. Hətta elmlə məşğul olanlar belə bu dünya nə üçün yaranıb, biz nəyik? Ancaq elmi həqiqətlərə maraqlıdırlar.
De ki, budur Allah'ın dini. Kimin dini Allah'ın dinindən daha doğru ola bilər? Biz yalnız ona ibadət edənlərik. Bütün həyatın mərkəzi artıq gəldi, bura yerləşdi. Karyera, uğur qazanmaq, uğur artıq sizin maddiyata çevirdiyiniz şeylərlə ölçülməyə başladı. Bəzən biz elmin, tərəqqinin gətirdiyi nəticələrin fəsadlarından danışarkən bəziləri bunu çox aqressiv şəkildə qarşılaya bilirlər. Sanki elmə, tərəqqiyə qarşı çıxmaq şəklində başa düşürlər. Əlbəttə ki, elm də, tərəqqi də lazım olacaq, amma elm və tərəqqi insanın mənəvi dünyasının, daxili dünyasının ehtiyaclarını qarşılaya biləcək xüsusiyyətə sahib deyil. Yəni, dediyiniz o 20-ci əsrdə, 21-ci əsrdə qarşılaşdığımız məsələlər insanın o daxildəki o mənəvi axtarışını bastıran, onu aradan aparmağa çalışan və hər şeyin cavabının burada olduğunu iddia etməyə çalışan bir təfəkkürü meydana gətirdi. Bu da istər-istəməz insanların böhranla üz-üzə gəlməsinə səbəb oldu. Bu yolçuluq üçün insanın həqiqətə yönəlməsi, dürüstlük, qəlbən insan-ı kamilə çatması üçün biraz öz üzərində düşünməsi lazımdır, biraz dayanması lazımdır, aramlıq tapması lazımdır. Amma müasir həyat bunun tam tərsini bizə diktə eləyir. Sürətli olmalısan, hər kəsdən öndə olmalısan, rəqabət mühitinin içərisində olmalısan. Bax, bu mühit insanı həqiqət axtarışından nə dərəcədə məhrum edir? Bu cəmiyyət içərisində, cəmiyyətin də bir reallığı var. Biz bu reallıqlardan kənar şəkildə həyatımızı qura bilmərik əlbəttə. Amma bu ikisi arasında yenidən o ilahi kəşflərin yolunu necə aça bilərik? Neçə min il ki, Şərqin həqiqət axtarışlarına həsrləmişdi həyatını, Şərqin əsas hədəfi bu idi. Hər halda böyüklərinin hədəfi bu idi, müəllimləri bunlardan danışırdı. Keçmiş yürüş əgər bir dəvə karvanının ritmində idisə, müasir insanın o karyeraya dalınca qaçmağı bir sürət qatarının hərəkətidir. Və məsələ burasında sürət qatarında sən heç nə görmürsən. Ətraf hamısı blur olur, bilmirsən nə gəldi, keçdi. Amma dəvənin üstündə sən səyahətin də keyfini ala bilirsən də, görə bilirsən. Bu, həyatın sürətlənməsi haqqında danışanlar çoxdur əslində. Həssas filosoflar buna reaksiya verirlər. Biz bu ömrü də bir dəvə karvanı kimi yeriməli idik də. Bu, bizim hər ilimiz gedir, bu yaz getdi, indi o biri yaz gəldi, o biri payız gəldi. Biz bunları görə-görə, dərk eləyə-eləyə yaşamalıydıq. Çünki Şərqdə bilirdilər ki, gecikmək istəmirsənsə tələsmə. Müasir adamsa gecikmək istəmirsə tələsir və əslində hər şeydən də olur. Hər şeydən olur. Biri görür ki, ömür yaşlandı, axıra çatdı. Nə balalarının böyüməsi yadında qalıbdı, nə nəvələrinin böyüməsi yadında qalıbdı, nə öz ömrünün dadını çıxara bilib. Burada isə ömrü həzm etmək lazım idi. Bir də bu elmi təfəkkür müasir adamda heyrəti yoxa çıxarıb. Siz bilirsiniz də, elmdə demistifikasiya deyilən bir hədəf var. Məsələn, əvvəllər insanlar göy gürültüsünə heyrətlənirdilərsə, böyük qorxu hissi keçirirdilərsə, indi bunu bir elektrik boşalması kimi görürlər buludlarla yer arasında. Halbuki Quran nə deyir? İldırımı deyir, yaratdım ki, qorxasız, şükür edəsiz, dua eləyəsiz. Hər şeyi demistifikasiya eləyə-eləyə müasir insan həyatda heç nəyə heyrət eləmir. Heyrətsiz bir insan tipi yaratdıq. Onun yolu olmaz axı. Heyrətli insan o böyük, ali həqiqəti kəşf etməyə yönəlməyibdi. Axtarmırdı onu. Gerçəkdən elə o mələklərin dediyi adam tipidir. O ancaq fitnə fəsad törətmək, ancaq öz egosunu məmnun eləmək üçün bir fəaliyyət quracaq yer üzündə. O ali, uca bir həqiqəti, Allahı axtaran insan tipi deyil. Heyrəti yoxa çıxıb onun. Sevgidə də heyrət yoxa çıxıb, hesabat işə düşür
müasir adamlarda ki, mənə sərf eləyər bu adamdan evlənmək, yoxsa sərf eləməz. Bu məhəbbətin yoxa çıxmasıdır. Və bu insani münasibətlərdə əks olunan nə varsa, hamısı Allaha münasibətə mütləq yansıyır, həmən təsir edir. Günün 5 vaxtı qılınan namazlar sanki dayan ey zaman deməkdir. Bir zamansızlığa gəlib düşürlər, qısa bir müddəti də olsa da o namaz qılanlar ki, tamam bu zaman gedir, amma bu zamansızlığı var və zamansızlığa zikr eləyən insan Allaha zikirləmiş olur. İnsanlar da evlərində qonaq qəbul eləmirlər. Ondan sonra qohumlar arası münasibətlər azalır. Valideynlərlə evladlar arasında əlaqə azalır. Nənə baba ilə nəvələr arasında görə bilmirlər bəzən bunları. Əlaqə azalır. Bu insanlar arasında əlaqənin qırılması deyil. Bu Allahla insan arasındakı əlaqənin qırılmasıdır. Və bütün bu müasir həyat gətirib buna çıxarır. Kimsə narahat olacaq ki, axı bizim dünyamız dağılır. Başa düşürsünüz, bu yük oldular valideynlər, qocalar evi yaratmağa başladılar. Özlərinin vicdanlarını sakit edirlər ki, o qocalar evində bəlkə məndən daha yaxşı baxacaqlar mənim atama, anama. Çünki mən qaçıram, tələsirəm, iş dalınca gedirəm. Və bunun tam güzgü əksi də evladlara münasibəti. O fikir verirsiniz, cavanlar da evlad dünyaya gətirməyə tələsmirlər. De ki, Allah barəsində bizimlə mübahisə mi edirsiniz? Halbuki O, bizim də Rəbbimiz, sizin də Rəbbinizdir. Bizim əməllərimiz bizə, sizin əməlləriniz isə sizə aiddir. Biz ona sadiq olanlarıq. Müşfiq müəllim, sizə elə gəlmirmi ki, bugün müasir insan zavodda işləyən böyük o makinaların içərisindəki çarxlardan biridir. Özümüz özümüzü çox dəyərli yerlərə qoysaq da, özümüzü çox dəyərli görsək də, kimimiz müxtəlif etiketlərlə, vəzifələrlə, tutduğumuz yerlərlə, qazançlarımızla, karyeramızda gəldiyimiz yerlə, hər kəs o makinanın içərisindəki o bir çarxı ifadə edir. O çarxın başqa rolu yoxdur da həyatda, yəni sən orada olduğun müddətcə o zavodun dönməsindən ibarətsən. Amma insan bu deyil axı. Daxili dünyası var insanın. İnsan deyilən bir məxluq bununla ifadə oluna bilməz. Necə düşünürsünüz? Konfutsiyonun sözünü xatırlatdınız mənə. Deyirdi ki, Nəcib kişi alət deyil. Və Kant da deyirdi ki, insana təkcə vasitə kimi baxa bilməzsiniz. Həm də məqsədi görməlisiniz onda. Bu əxlaqsızlıq da əslində insan özünə izin verdi onu və o insan heç cürə xoşbaxt olanmaz. O böyük bir sistemin balaca bir çarxı ola bilər. Bəlkə o sistemdən yararlana da bilər. Amma o xoşbaxt olanmaz. Xoşbaxtlığın bəyanını gedib Nəsiminin şeirlərində görsünlər. Zərrə mənəm, günəş mənəm, çar ilə pəncü şeş mənəm. O demir, mən bir çarxam. O deyir, mən küll insanam. Mən küllü kainatam. Bu həqiqətə o adam heç cürə gəlib çatmayacaq. İnsan görə özünü qorusun alətə çevrilməməkdən. İnsanı Allah elə yaradıb ki, onun Allaha qədər yolu var. O özünü balaca bir əsarət funksiyası ilə məhdudlaşdırsa, o köləlikdən çıxa bilməsə, insan alət olaraq heç bir xoşbaxtlığı ola bilməz. Dünya ədəbiyyatı bunu dəfələrlə təsvir edibdir. Məsələn, Rus yazarlarında bu Gogol'da, məsələn, Şineldə var idi, nə bilim, Çexovun hekayələrində var idi. Balaca adam, qılaflı adam obrazı. Bu qılaflı adam heç cürə xoşbaxt ola bilməz. O insan yalnız qılafını yırtandan sonra, hər şey olmağı bacarandan sonra, yəni yaxşı mənada hər şey təbii ki, Allahlıq iddiası deyil, amma Allaha qovuşma yolunda olandan sonra özünün o böyük missiyasını yer üzündə Allahın işçisidir bu, ədalət işinə o baxır, gözəllik işinə o baxır, həqiqət işinə o baxır, insandan soruşarlar bunu. İnsanların da çoxusu bu funksiyadan aralandığı üçün fikir verirsə hamısı şikayətçi olublar.
heç nə bacarmayan varlıqlar kimi deyir ki, kimsə gəlsin bunları düzəltsin. Məsəl üçün, öz məhəlləsində gördüyü əyriliyi düzəldə bilmir, öz həyatındakı ədalətsizliyi düzəldə bilmir. Bu bir pis mənada bir acizlik yaradıb. Çünki Allah insanı o cür yaradıb. Allah insanı yaradıb ki, o gözəllik artırsın yer üzündə, həqiqət artırsın. Həqiqi mahiyyətindən uzaq düşüb balaca bir funksiyanın içinə girib, ona görə xoşbaxtlığı yoxdur onun. Bu mənada o məhrum qalmaq əslində insanın hər nə qədər bugün zahirdə azadlıq ən böyük dəyər olaraq görünsə də, amma o çarxın içərisində sənə biçilən rolu oynamaq nə qədər azadlıqdır, bəlkə bu sualı bir soruşmaq lazımdır. Nəsiminin şeirlərində tam olaraq beytini xatırlamadım, amma bir şeirində belə bir məqama toxunurdu ki, Nəsimi aləmin sultanıdır deyirdi. Aləmin sultanıdır. Yəni, o qədər azaddır ki, daxili dünyasında o qədər azaddır ki, daxili dünyası, daxildəki o şəxsiyyət, insan o qədər sərhədsiz yerlərə uçub gedə bilir ki, o aləmin sultanı sayır özünü. Evet. Bugün hansı birimiz bu sözü deyə bilərik, bunu deməyə cəsarət göstərə bilərik? Bax, əsas problem budur. Bəlkə də o daxili mənada yenidən özümüzü kəşf eləmək üçün, yenidən insanlığımızı dəfələrlə dönə-dönə xatırladaraq, insanlığımızı yada salmaq üçün heç bir zaman gec deyil, anlamaq və dərk etmək lazımdır. Müşfiq müəllim, mən sizə çox təşəkkür edirəm. Sizin də bu mövzuları uzun-uzun müzakirə etməyə arzu edərdik. Ümid edirəm ki, yenə qonağımız olacaqsınız, yenə bu mövzuları danışacağıq. Gəldiyiniz üçün minnətdaram, çox sağ olun. Sağ olun. Əziz tamaşaçılar, bununla da verilişimiz başa çatır. Haqqın Dərgahı verilişinin növbəti buraxılışında görüşmək ümidi ilə sağ olun, salamat qalın.